بسم الله الرحمن الرحیم. İnşallah ki yorulmayıpsınız. Cüzvemizde səhifəyi 204'deyiz. Sətr əvvəlin axirində. جلسه 259 başlayırıq. Geçən həftəki oxumuşuq əlamət qoysaz, onların ki, cüzbəsi mənim cüzbəmləndir. Səhifəyi 204'dür. Sətr əvvəlin axirində yazıb, in həmə elmi ha. Səhifə 204. این همه علم ها و مجاهدت ها از هم تفتوز سطر اولین آخری ده با این همه علم ها، این همه علم ها و مجاهدت ها و بندگی ها نسبت به استحقاق و عظمت باری همچنان است که یکی سر نهاد و خدمتی کرد تو را و رفت. خب 45 سطر oxuyacağıq. اول beşdən توضیح edelim, sonra mətni oxuyaq. Nə məniyə razıdır bu سخنرانی مولانا؟ مولانا söhbət eləyib, söhbətindən bir xülasə yazılıb. در واقع bir نوع بیان آیات قرآن درباره بهشتیlər و cəhənnəmilərdir. Quranda به فراوانی تأکید olur ki cəhənnəmilərə به اندازه نوک سوزنی zulm olmayacaq. Bir neçə dəfə də deyib ki xalidinə fiha. Cəhənnəmilərin moridində xalidinə fiha vaciəsi az işlənib, bəli işlənib. Xalidinə fiha əğləb beşdilər moridində işlənib. Və cəhənnəmin də vüsətinə razı bəhs olmayıb. Bəli, behiştin vüsətinə razı bəhs olub. Quranda var ki, cəhənnəm dolacaq və cəhənnəm danışacaq. Cəhənnəm ucu biləndi qullar kimi səs verəcək. Firiştələr ya Allah cəhənnəmlə danışacaq. Surə Qafın məsələn əvaxirində elə bu YouTube'da orada bir yazmışam, bir də Surə Qafda və 2-də, bir də o Zindədə yazmışam ki, bir dənə videonun ünvanı budur. Dindari muəlləl və mudəlləl. O bəhsin içində توضیح vermişik ki, niyə cəhənnəmin vüsəti kiçikdir? Cəhənnəm dolacaq. از نظر فلسفی محدودیت جهنم راضی danışmışıq.
Hər kim əlaqəməndidir, adres verirəm də. YouTube'a getdiniz, həyat edirsiniz, orada liste var da. Bir listeler var Fehristay Pəxş, bir liste var ki Zendi. Əlbəttə onlar ki qoşuları farsıdır. Olan ki qoşuları İngilisidir, o da izah live. Orada o bəxş zindədə yazmışıq ki şumari 17 dindari muallel ve modellel. Parantez içinde yazmışıq ki səfə-i axiri Sure-i Qaf ya da Sure-i Qafdan gitmək olar. Orada listi var. Bir namı Sure-i Qaf. Sure-i Qafa 17 dənə fail qoymuşuq, 17 dənə video qoymuşuq elə bu. Baxasınız. Orada Sure-i Qafın əvaxirində Allah behişdən, cəhənnəmlə danışır. Deyir, cəhənnəm doydu, həlim tələti ayaq üzüdür. Cəhənnəm, qaynın doydu, ey ac cəhənnəm, doydu. O da deyir ki, həlmin məzid, yenə də var. Yəni doymamış. Həlmin məzid, yenə də var, istəyər. Orada tozif vermişik cəhənnəm, çox yerdə, o Quran təfsirlərində çox yerdə tozif vermişik ki, cəhənnəm məhduddur. Bərxilafə təsəvvür ammə. İndi xoşbəxtənə klasımızda yoxdur, bəli bir nəfər var idi, o da görsənmir. Deyəndə ki, kim gedəcək cəhənnəmə? Var bir dəfə deyir ki, biz şiələrdən sonra hamı cəhənnəmdədir. Kure zəmində 8 milyard xordə insan var. Deyir, bizdən sonra hamı cəhənnəmdədir. İndi bu Ərəbistan hakimlərindən, o Vahabilərdən soruşsan, ki, o beş cəhənnəmə ki, o deyər ki, cüz biz sünnülər ki, xassı bir təsəbəqqümüzdə, biz sünnülər, tamam sünnülər yox ha, Vahabilər. Hətta ola deyilə Moğləvi cəhənnəmin vəsətindədir. O Vahabilər ha, Ərəbistan hakimlər. Siz inşallah Məkkəyə təşrif aparıbsınız, orada bir də ruhanilər var, onun bir mərkəzi var. Hətta o Məscid-i Həramda, orada dəftərlər var, bərabər irşad eləmək, sual eləmək. Ki, adam sual olsa geçsin, onlardan soruşsun, orada o alimlər Vəhabidirlər. Ya, onlar ki, orada namaz qılırlar. Mədinədə, Məkkədə piş namazlar Vəhabidirlər. Onlardan soruşsan ki, kim gedəcək beşdə, kim cəhənnəmə? Onlar deyərlər ki, bu şiələr, lap cəhənnəmin təkindədir. Şiələr. Cəhənnəm lap təkində. Lap o yandıran yer. O bizə üstlükdə, məsələn, Yahudilər, Məsihilər, onlar deyirlər ki, şiələr, Məsihlərdən, Yahudilərdən, bidinlərdən, Çinilərdən, Amerikalılardan pisdirlər. Ustad tədris edirlər kitablarından mütəvəssitədə deyir ki, yazıqdır və düzüm oxumuşam. Əşşiyyətu firqətu minəl yahud. Bəli. Bir də hətta o cüdəsin. Hətta əxirən bir dənə aləmə, mən gördüm bu YouTube'da danışılır, deyir ki, İranın tamam alimləri, böyük şəxsiyyətlər ad ki veriydi, deyir bunlar batini edirlər. Batini, Həsən-i Səbbahın qruhuna batini deyərlər. İranda mərhum o ağaha, bəzi şəxsiyyətdə də adam gətirə bilməyəm ağzıma, böyük əlləmələr, böyük imamlar ki, Cumhur İslamda gəlib, onlara da ad verir. Deyir, bunlar cəhənnəmin vəsətindədirlər, Yahudilər də cəhənnəmdədirlər, Məsihlər də cəhənnəmdədirlər, materialistlər də, Çinilər də, Amerikalılar da, amma onlar bu təkində şiyələr var.
Və bu behiştə kim gedəcək? Behiştə deyir ki, bizim qrup gedəcək. Ola o deyil. Vəli Qurandan çıxan bu cürə. Onlar əxbar, əhadisdən bu cür istifadə edirlər. Qurandan çıxan budur ki, o da mən müstədəl eləmişəm o videoda. İndi də ki, danışan, bir də sözüm zəbt olur. Ariflərin didigahı, tamami məzahibin didigahında cəhənnəm vəsidir. Bəzi behişti də vəsi bilir. Çünki bax, Quran deyib ki, behiştin vüsəti be vüsəti asmanha bu zəmindir. Da onu inkar eləyə bilmirlər. Çünki cəhənnəmə raci, vüsətinə raci Quranda söhbət olmayıb. Bu tərəfdən baxırlar, deyirlər ki, çünki məsələn, bu məramda dərlər, bu dini yoxdur, ya bir dindirlər, bəs cəhənnəmdədirlər. Xülasə bici tozih verirlər ki, cəhənnəmilər, behiştilərdən çoxdur, əğləb məzhəbilər. Dünyada iki quruh var ki, Quran kimi fikirlər, dəqiqən. Bir filsuflardır, bir ariflərdir. Yəni, çox böyük şiələrimiz də var ki, deyirlər, qeyri şiə, bəqiyyə cəhənnəmdədir. O cür şiəmiz də var. Necə o cür sünnimiz var, bu cür şiəmiz də var. Məsihilər. Bir Məsihlərin dairəsi bimdə vəsidir. Məsihlər deyirlər ki, behişt, əzan-ı Məsihiyanə, çünki tedadı Məsihlər çoxdur. Və bu cürdə təbliğat edirlər. Deyirlər ki, istən behiştə gedəsən, Məsih ol, behiştə ged. Əslən, indi harada, onlarda ənva və əqsam şirkətlərlə, məhəssilləri, qızları, hətta hava peymalarda o xanımları ki, bu ünvanı xədəmat orada işləyirlər, onlar cihətən görsən ki, bir dənə cüzvə çıxartdırlar verirlər. Məsələn, hansı dildə istəyirsən, sən farssan, bir dənə farsı cüzvə verirlər. İngilissən, ingilisi cüzvə verirlər. Cüzvənin əsası budur ki, Məsihi iş o, behişti iş o. Elə bu, həmin rahatı ya. Onlar da o cür təbliğat edirlər. Məsihlərin də nəzərində behiştə məsihlər girəcəklər. Çünki dindarların içində məsihlərin tedadamdan çoxdur. Və onlar mütəqiddirlər ki, Həzrəti Məsih gəlib, hamının günahını alıb canına. Əslən, Həzrəti Məsih ki, şəhid olub, ola bu cür deyirlər. Ta Məsihlə hamısı yesin behiştə, Məsihlə cəhənnəmə getməsi. Təbliğatdır da. Həzrəti Məsih gəldi, şəhid oldu. Rəbti də yoxdur, belə bu cür sözlər bu cürdür, izhar nəzərlər bu cür. Ta Məsihlər getsinlər behiştə. Vəli iki quruh var ki, dəqiq fikirlər, bir fəlasifədir, bir irfan, ariflərdir. Ariflər deyirlər ki, cəhənnəm, Quran deyən kimi çox məhduddur, balaca bir yerdir. Məsələn, bu kitabxananın bu mühəbbətəsidir. Məsələn, Gürcistan olacaq. Amma dolub daşacaq. Behiş çox böyükdür. Xob, niyə cəhənnəm bu cür kiçikdir? O videoda ünvanda yazmışam. Çünki din ya məzhəb, ya məktəb, əksəriyyət mərdum müəlləldir. Müdəlləl deyil. Baxın bir. Din, məram, məzhəb, əksəriyyət mərdum در زمین معلل است مدلل نیست. قبلا yazmışam. Şimdi sonra metnin gelecek yazacağım. Yani mənə yani dinde merdumun bir dini var da. Bir de bir dindi. Dindari merdumun illeti var.
İlləti dədə-nənədir, mühitdir, hökumətlərdir, coğrafiyadır, tarixdir. İndi ki, siz bu ünvanı Şia birləşibsiniz, siz Ərəbistanda mütəvəllid olsaydınız, siz indi Vəhabidiniz. Siz əgər Hindistanda mütəvəllid olsaydınız, indi bir dənə möhtərəm qavpərəst idiniz. Xanım, demə ha, mən pərəst eləməyəm qavı. Yox, hamıdan qabaq elə sən sərdəstə olardın. Deyədi ki, bu qav, özdə ki, xanım mühit zistin təmizliyinə əlaqəməndidir. Yox, qavlarda hərdən yeyirləri kəsf edirlər. Deyirlər, bu qavlar müqəddəs mövcuddur. Bunların da bu pehindən tez yığışacaq, onlar da müqəddəsdir, onlar da təmizləyəcək. Mərdum, oyda da ki, mərdum bidindirlər. O bidinliyə də bir əvamili var. Dədə, nənə bidin, o da bidindir. Hökumət bidin, o da bidin. Şah nə züfçeli, onlar da o züfçeli. Cahdan, gözəl, dindari cürmidir. Cahdan bidini cürmidir. İndi bir nəfər İranlı deyək ki, aman bidinəm, dini qoydum kənara, vurarlar, öldürərlər. Məxsən də ki, müsəlman dünyaya gəlib, deyə mən İslamı qoydum kənara, ya bir araya dinə getdim ki, getməz. Deyirsə ki, mən İslamı qoydum kənara, öldürərlər. Onlar mürtəd, qanunumuzda var ha. Qədim aləmi Məsihiyyətdə, Yəhudiyyətdə də bu cürüdür. İndi bidini cürmidir İranda. Məxsən ki, dindar gələ, bidin olar, onun cürmü lap çoxdur. Bir nəfər də, məsələn, İranda dua deyək ki, biz bidin oxam. Ma bidin təşrif darim. Dədəmiz də bidinidir, nənəmiz də bidinidir. Cəddən də zət bidinidir. Qədimdə elə biz dindardıq. O gecəliklə yox elərlər. Hala, o cür bir şey tapılmaz. Tapılsa, mümkündür ki, deyək, sən dayan yerində, amma da bu tərəflər gəlmə. Məsələn, bizim xiyabandan geçməz. Bir zamanı, məsələn, Keşvərhay İslamidə mərdum, məsələn, xiyabanlardan bölmüşdülər. Keşvərhay İslamidə xiyabandan bölmüşdülər. Oradan Məsihlər geçsin, buradan Yəhudilər geçsin, buradan Müsəlmanlar geçsin. Ya inki bu çinlərinə bir dənə parça tikərdilər. Məsihlərinki bir dənə rəngi, Məsihlərinki tapıb deyəməyəm, o rəngi, surəti. Məsihlərin bir surəti parça bağlar da sizinlə. Ta uzaqdan bilinsin. Bir də məxsən yağışlıq gündə zətdə orada keçəndə, yağışda ona bir də su səfərə bu tərəfə, bu bizlər nəcis olmasın. Əfrad görsün o Məsihdi, özün çərşin kənara. Yəhudilərin bir ayrı parçası vardı. İndi Hacı ruhaniyə karvandı Məkkəyə aparır mərdumi. Məkkədə o qruhların hər bir pərçəmi var. O pərçəmlə tanınırlar. Deyirlər, məsələn, orada bir nəfər karvandan, ya mavinə karvandır, o pərçəmi götürür, bunu gözək gəlir. Xanımların da əğləb çininə bir parça yapışdırırlar. Bir şey elə ki, müşəxəs olsun. Parça ilə müşəxəs elədilər. Qruhları gəyə təfk eləyəsən. Belənki bir ittifaqa düşüb dünyada. Ki, dindar, bidinə qatışmasın. Tənha ariflərlə saatə qəbl ərz elədim ki, deyiblər, gəl, din behiş çox vəsidir, çünki dindariyə mərdum müəlləldir. Mərdum əz ruy təhqiq, ədillə və bərahin gedib dinin intiqab eləmir. İndi sən məsələn görsən ki, bir uşaq ki, Məsih xanavada da vücuda gəlib, indi Məsihidir ki, yekşənbələcək kilisaya, sən bu canıba müraciə elə. Bunu pis adam biləcəksən, bunu nəcis şeyh biləsən.
O təqsir nədir? Onu o öyrədiblər də. Dədə, nənə, mühit, ruhani məhəl o cür təbliğat eləyib. Hökumətdə o cür təbliğat eləyib. Bəzi də dindari cürmidir. Bəzi də bidini cürmidir. İndi Çinin əğləb mənatiqində bir nəfərsə mən dindaram, onu qoymazlar ki idarəyə, qoymazlar ki danışqaha. Necə indi İranda danışqahdan bəhailər eləyə bilməzlər, qəbul olarlar, olsalar qoymazlar. Kanun da بهائیان حق رفتن به دانشگاه ندارن. İran qanuncası. Xoş. İlləti odur ki, onlar bir dərs üçün casusluq edirlər. Əslində məsələ siyasi ha. Xoş, bəzi də dindarlar bu cürdür. İndi Fransa'nın bəzi danışqahlarında bir nəfər mühəccəbə varid ola bilməz. Mühəccəbə müsavi teröristlə. Dillə xanım, istən danışqaha get Rusiyaya qoy yer çək. Və təhti nəzərdə tutar səni. Çünki əğləbi teröristlər bu Daesh şerlin qruhundan, Taliban qruhundan onlar elə mühəccəbə olublar və hicabın altında əsləhən aparıblar. Əğləb bidinlər və dindarlar bidinlikləri, dindarlıqlarının illəti var. Xanəvadə, təlim və tərbiyyət, mədrəsə. İndi bir nəfər gedir Təbrizə, mədrəsəyə, orada dini müəlləmi dəstəyə, o da deyir, mən bunları istəməyəm, qəbul eləməyəm. Görün nə olar? İndi məsələn İranda bidinlik o cür cürmidir. Bəzi də dindarlıq o cür cürmidir də. Yaxşı, vaxtı ki əksəri mərdumun bidinliyinin illəti var, dindarlığının da illəti var. Bu bir mühüm nüqtədir. Yəni çox az ittifaq düşər ki, bir nəfər dəlaillə gələ ona sabit olar ki, dindarlıq bizdə deyə mən bidinliyi qəbul eləyəm. Bu dəlillə, bu dəlillə, bu dəlillə. 8 milyard insanda 8 nəfər buzu tapa bilməsən. Gələ dəlail gətiyə, dinin pisliyinə, bidinliyin yaxşılığına. Dindarlar da buzudur. İndi bu hidudan 4 milyardı dindar var. Bunların neçəsi vaqən təhqiqat eləyiblər, mütaliə eləyiblər, bərrəs eləyiblər. Bidinliyi qoplaçılan dindar olublar. Dindarda da bir dənə dini xassa təvəssü eləyiblər. Xoş, bu söhbətdən nə nəticə alıyor? Nəticə alıyor ki, indi bir dənə uşaq ki bidin dünyaya gəlir, uşaq ki bir xanavadəyə bidin dəvizədə gəlir, sənin bu canın qəbul elər bu uşağı götürüb aparsan cəhənnəmə. O uşağın təqsiri nədir? Bu cavanın təqsiri nədir? Ona görə deyirlər, dindari və məktəb illət darət, qalibən, dəlil və burhan nədir? Hətta Peyğəmbərlər gəliblər, Quran bu deyir. Peyğəmbərlər gəliblər, mərdumda dini var da, Peyğəmbərlər dindarlarla danışıblar. Otpərəstlik dindir. Quran buyurur ki, heç Peyğəmbər gəlmədi, məgərin ki, o əhali onu rədd eləmədilər. Hamı, tamam Peyğəmbərlər rədd ediblər. Yəni, mərdum Peyğəmbərin sözlərini qəbul eləməyiblər. Bir nəfər, 2 nəfər, 3 nəfər. Dindar olublar. Həzrəti Nuh 950 il təbliğ eləyib. 5-10 nəfər təfsilədə, Quran deməyib neçə, təfsilədə hüduda 80 nəfər. 950 il 80 nəfər, təqsim görünür, hər ilə neçə nəfər gəlirlər. Yəni, mərdum təzadini qəbul eləmirlər. Elə o dini ki, xanavadədən böyüblər, o dindədirlər. Xudu Peyğəmbər, öz familləri, öz qardaşları o dində qaldılar ki, o dininlə böyümüşdülər. Peyğəmbər sözünü qəbul eləmədilər. Bir Ali Həmzə Seyyid-i Şəhəda, bir də
Əbu Talib əleyhissalam. Sonra bir də Abbas. Ki, Bəni Abbas onun oğladıdır. O Bəni Abbas ki, Peyğəmbərin əmisi idi, gəlmişdi Peyğəmbəri öldürə. Təbbət yəda Əbi Ləhəbin, o Peyğəmbərin əmisidir. Düşməni Peyğəmbərdirlər. Deyirlər, biz bu dinimizdən əl çəkmək bir həmin rahatı. Peyğəmbər ki, mucizəsi var, behtərin dəlilləri var, mərdum ona fiç verir. Bəs mərdum necə dindardılar? Dindari aba və əcdadi. Yaxşı. İndi bir də nəsəllər ki, elə də təbi mərduma fürsət yoxdur, adət olmayıb. O imkanat tapılmayıb ki, dinin moridində təhqiqat eləyərlər. Mərdum təhqiqat eləmir ki, elə mərdum gözündən asır ki, maman namaz qılır, baba namaz qılır, o da namaz qılır. Baba, maman gedir kiliseye, o da kiliseye gedir. Yəni, mərdum az nəzər əfkar, əqaid, tabi mühitdilər. Vəqti tabi mühitdilər, ona ki, bunları cəhənnəmdə yandırmalı dərlər. Ariflər bu idi, Moləvaz idi. İndi Allahın rəhmaniyyətindən söhbət edir. Allah, sən məsələn apap yandırarsan, Allah səncən yoxdur. Allah'a ki bəndələrin bizi xəlq elib razıdır ki, Firavunla getməyə cəhənnəmə. Xoş, çoxlu tuğlanı söhbətlərdən sonra bu da nəsəl yox ki, cəhənnəməndə gedən az olacaq. O zalimlər olacaq ki, bilə-bilə zülm eləyiblər və biliblər həq nədir, batil nədir. Bir nəfərə sabit ola, filan din, behtərin dindir, ona sabit ola. Sabit olalı, o da ləz eləyib. Bir nəfərə sabit ola ki, məsələn, şiəlik, behtərin dindir, məsələn. O da dəlailən sabit, o da ləz eləyir. Belə bir nəfərə sabit olmasa, o nə bilsin? Naqahdırlar. Quranda, Sure-i Ən'amda bir dənə ayə var, ayə şanuzda. Deyir ki, gərək Peyğəmbərin sözü iblağ ola mərduma. Və mən bələğə ilə. Yəni, bitdiyi əfrada heç Peyğəmbərin sözü yetişmir ki. Heç cəmaat, məsələn, Quran yetişib cəmaata. Cəmaat Quran oxurlar. İndi biz burada ələşmişik, müsəlmanıq, neçə nəfər Quran oxuyaq, neçə nəfər Quran bilirik. Neçə nəfər Quranı dəqiq biliyor. O deyən də bilmirik. Yox, sarıyıb da. O da vaxtı əməl yoxdur. Yox, istəyək ki, əksəriyyəti müsəlmanlar Qurandan bixəbərdir. İndi vaxtı əksəriyyəti mərdum bixəbərdir, əksəriyyəti mərduma sabit olmayıb. Mərdum ilə bərhəsb adət gəlirlər. Ona görə mərdum biçarədirlər. Bu biçarə əfrada cəhənnəmə aparmazlar. Ariflər bu cür deyirlər. Amma bərabərin cəhənnəmin həm vüsəti məhduddur, bəli cəhənnəmi var, yerindədir, dolacaqdır, çünki xassı qələt əfrad da məhduddur. Yaxşı, indi mən bu məsələ qutarım, bəxt keçi. İndi bu tərəfdən behişt. İndi Allah o əfradı da ki, aparır cəhənnəmə, dəqiqən o cəhənnəmdə Allah deyir ki, iynə ucuza zülmü yoxdur, iynə ucuza. Be əndazı ki, epsilon zülmü yoxdur. Bəs nə mənə var? Deyir, öz məhsuludur, öz əməlkərdin verəcəklər ona. Ki, buna istilahən deyək, təcəssüm-i əmal. Təcəssüm-i əmal. Yəni, öz əməlkərdi, öz o qolu qələt fikirlər, o zülmülər eləyib, qətən cəhənnəmə zalimlər gedəcək. Qeyri zalim cəhənnəmə getməyəcək. Xoş, indi bu zalimlər ki, cəhənnəmdədirlər, öz bir aş içəcəklər ki, onu özləri pişiyiblər. Bir qəza yiyəcəklər ki, onu özləri təhiyyə eləyiblər. Bu Quran sözündə. Amma behiş nəzü,
Moğlabın sözü bu metnindəkində oxuyuq, behiştlərin oradındadır. Vəli behişt o cürdür ki, insan bə əndazı əməl kərd ola. Allahın lütfi, Allahın inayəti, Allahın deyib bu ibadətlər, bu namazlar yığsın, hamısı nə qədər də çox olsa bir bəstə sözü verməzlər. Allah dər əsəri rəhmaniyyəti, Allah dər əsəri lütfi, ehsanı behiştlilərə çox verəcək. Tamam. İndi mətnə baxın, 2 dəqiqə qutarır. İndi gəlir o xanım qapını açır. این همه از نو علمه ها و مجاهده ها البته یعنی مجاهدت ها ده ها نویسنده بزو yazdı و بندگی ها نسبت به استحقاق و عظمت باری باری یعنی خداوند باری تعالی 204 سطر اولین آخرین oxuduq bu. İndi sətr dövümdür. همچنان است یکی سر نهاد و خدمتی کرد تو را برفت deyirsən nə qədər namaz qılasan, nə qədər təlaş eləyəsən, dəri məcmu tərəziyə qoysun bir şey olmaz bu. Elə bil geldi sana de selamun aleyküm şefin ehvalin Xudahafız hoş geldin. Bu endaze Mevlevi diyor. Mevlevi diyor ne kadar namaz kılasan, ne kadar oruç tutasan, ne kadar cihad eləyəsən, hamısını yığsan 2 miskal olmaz. در مقابل عظمت بهشت، در مقابل عظمت رحمانیت خداوند مقایسه دی. بس بیده جلو این همه علمه ها نه kadar علم oxuysan oxu, danışgahlarda, حوزه های علمیه də get Qur'anın hifz elə. Və mücahidət ha və bəndəci ha nə qədər namaz qıl, dua elə. Nisbət və istehqaq və əzəmət bari deyir Allah'ın bir yerə düşən, tüküzən ərzişlər yoxdur. Allah'ın o əzəmətinin 7 milyardımı can sən ibadət eləmirsən. Sen ne kadar namaz kılasan, ne kadar oruçlasan, hamısını yığıt doldu bir kutuya. Ki Allah'ın bu əzəmətin qabağında nə deyək? Bu bir şey deyil. Hey poz versən bətə, özvə də qovullar veribsən. Bir şey deyil bu. Nisbət və istehqaq və əzəməti bari Allah'ın əzəməti müqabilində bir şey deyil. Nəməniyə bənzəyir? Həmçinin است ki سر نهاد و خدمتی کرد تو را برفت. Bunlar hamısı yoxsa elə buna bənzəyir ki, bir nəfər gəldi, salam aleyküm şefin, əhvalın Xudahafız xoş gəldi. İndi sən buna nə bilirsən? Deyəsən bu mənə bir salamun aleyküm, Xudahafız xoş gəldin dedi, mən gətirim sərbəratımı verim buna. Bunu da ersiyyədə səhm eləyə. Deyib o bir dənə uzaqdan mənə salam verdi, salam pay elədi. Deyir nə qədər namaz qılsan, ne kadar namaz kılsan Allah'ın əzəmətinin müqabilində bir şey deyil. Yox. Əgər həmi zəmin را بر سر نهی در خدمت حق کل کره زمینی götürsən başı var. Bu əzəmətdə deyəsən ki mən bu qədər Allah'a xidmət eləyəm, həmçinin başa ki heç bar sər bər zəmin nəhi. Bunlar hamısı elə bir dəfə məsələn başı qopsan səzdiyə. Allah'ın əzəməti çox əzimdir. Ki istehqaq haqq və lütf o bər vücud xidmət to sabiqə. Allah'ın əzəməti çox sibqət alıb sən bu işlərlə. Yəni əsən qabil müqayisə var. Yəni cəhət çox demək ki, qəhrənasan, məğlasan, bir ömr oruç tutmuşuq, bir ömr namaz qılmışuq. Diyor bak buna bir şey değmez var. Yaxşıdır, aferin, ellerini almasın. Ama der mukabele əzəmət ve kemalı Xudavənd miqdari نیست. Yox, neyini yox?
که استحقاق حق و لطف او بر وجود و خدمت تو سابق است. سابق است یعنی اون برتری دارد. تو را از کجا بیرون آورد و موجود کرد و مستعد بندگی و خدمت گردانید. Diyor Allah'ın xidmətdə nə bax, Allah ki səni nələr verib, heçdən vücuda gətirib, səni aqil eləyib, sənə imkanat yaradıb. تا تو لاف بندگی او میزنی، این بندگی ها و علم ها همچنان باشد که صورتک ها ساخته باشی از سوب و از نمط. بعد از آن به حضرت عرض کنید که مرا این صورتک ها خوش آمد. ساختم اما جان بخشیدن کار توست. Deyirsən nə qədər namaz qılsan, nə qədər oruç tutsan, elə bir uşaq o insana çıxardıbsan. Elə bir iki dənə qol saxdan, ərəbsaçdan düzəldibsən, nə qaş çəkibsən, qoyubsan o ya. Və gətiribsən Allahın məhsənə, deyirsən Allah, mən bu ərəbsaçlarıma can ver. Allah can verməsə, ola elə ərəbsaçdır. Yəni deyir Allah sənin namazları var, oruçları var, ibadətləri və can verməsə, sən bu ibadətlərin bir şeyə bənzəməz. Sözü budur. Axir səhər. Deyir, در واقع sən ki, bu namaz qılırsan, oruç tutsan, yaxşı işlər görürsən, در واقع elə bir karton düzəlsən. Gətirsən, deyirsən ki, Allah, bunlar mücəssəmədir, bunlar ərusəçdir, bunlara can ver. عرض کنی که مرا این صورتک ها خوش آمد ساختم اما جان بخشیدن کار توست. اگر جان بخشی علمهای مرا زنده کرده عملهای مرا زنده کرده باشی. خدایا من با عملlerime, من با namazlarıma can vermesem bu bir şey değil. Ve eğer nebekşi ferman torast. Varila eğer can da vermesem ben bu əməllərimə ferman əzan tost. Yəni istədiyə ki Allah ki müminləri aparacaq behişdə əsasda Allahın nəqşi var. Qədəmi əvvəli, qədəmi dovumu müsəlmanlar, dindarlar götüblər. Əsl behişti kərdən əzan Xudavənd است. Bu miqdar. Bəqiyyəsi qalsa girəfdə bəxt keçdi. Sağ olasınız. Allah tapşırdı.